إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik mövzumuzu Mədinə ilə bağlı, Mədinə şəhərinin fəzilətinə toxunduq keçən dərsdə və mövzu da bildiyimiz kimi Mədinədə olan ziyarətləri əhatə edir. Və həmçinin toxunacağımız mövzuda Mədinədə sakin olan insanların hansı ədəbdə olmalarına da toxunur. Bugün toxunacağıq Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhərində hansı ziyarət ediləcək yerlər var. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhəri fəziləti haqda saysız hesabsız hədislər var. Bəzilərinə toxunduq və bəzilərinə də təkrar toxunacağıq. Və Mədinəyə gələn İnsan aleyhissalam Mədinədə ziyarət etməli yerlərdən biri Peyğəmbər sallallahu aleyhi və səlləmin məscididir. Yəni ilk Mədinəyə gəldiyində ziyarət etməli olduğun yer Peyğəmbər sallallahu aleyhi və səlləmin məscididir. Hansı ki Mədinəyə gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləm o məscidi tikib. Və o məscidin fəzilətinə baxsaq, yəni biz şəhərin fəzilətinə toxunduq. Bugün o məscidin və digər başqa bir məscid, hansı ki o da ziyarət ediləcək yerdəndir, Quba məscidi, onun da fəzilətinə toxunacaq. Bu məscidlərin fəzilətinə baxsaq, görərək ki, sallallahu aleyhi və səlləmdən bu haqda hədislər sabit olaraq çatıb bizə. İlk öncə Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi, onun fəziləti haqda gəlib ki, sallallahu aleyhi və səlləm buyurub ki, «Lə tüşəddur rihalu illə thələthə məsəcid». Yalnız üç məscidə səfərə çıxmaq icazəlidir, yəni ziyarət niyyəti ilə. İnsan səfərə çıxmaq üçün 3 məscidi qəsd edə bilər. Deyir ki, sallallahu aleyhi və səlləm, Əl-Məscidül Haram, Haram məscidi, yəni Kəbə, və məscidi hədə, mənim bu məscidim, yəni Mədinədəki məscid, və məscidul Əqsa və Əqsa məscidi, hansı ki Fələstindədir və hədis də İmam Buxari və Müslimin hədisidir. Və Mədinədəki bu məscid, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm onu özünə nisbət edib, deyib ki, mənim məscidim, bu məscid Peyğəmbərlərin tikdiyi məscidlərdən biridir. Yəni, bu məscidi Peyğəmbər tikib. Yəni, Muhammed sallallahu aleyhi və səlləm tikdirib. Ona görə də icazəli olan səfər üçün gəlməli olan məscidlərdən biridir həmçinin. Və gəlib ki, fəzilətindən bu məscidin, orada qılınan namaz digər məscidlərdə qılınan namazdan daha xeyirlidir. Nə qədər? 1000 dəfə. Və hədis də səhihdir. İmam Buxari və Müslim rəvayət edib, deyir ki, sallallahu aleyhi və səlləm, salatun fi məscidi hədə, mənim bu məscidimdə qılınan namaz əfdalu min əlfi salatin fi məsivə illəl məscidil haram. Onda qılınan namaz başqasında, yəni başqa məsciddə qılınan namazdan 1000 dəfə daha əfzəldir, yalnız haram məscidindən başqa.
Niyə? Çünki haram məscidində keçən dərsdə də toxunduq ki, savab nə qədərdir? 100.000. Savab 100.000-dir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində qılınan namaz başqa məscidlərdən nə qədər savabda üstündür? 1000 namaz üstündür, 1000 savab üstündür. Ona görə bu fəzilət əzəmətlidir. Əslində, yəni məscidə verilmiş bu fəzilət Allah Taala tərəfindən əzəmətlidir və mövsümdür. Yəni fürsətdir. Xeyir fürsətlərindən bir fürsətdir. Orada namaz qılan üçün qazancdır ki, savab artırılır. Heç də 10 dəfə yox, heç dəfə 100 dəfə yox. Nə qədər? 1000 dəfə və ya daha artıq. Əgər nəzərə alsaq ki, hər bir əməl 10 qat artırılır, 700 qatına qədər və nəzərə alsaq ki, cəmaat namazının fəziləti də var və 1000 üstünlüyü də var bu məsciddə, deməli, artırılan savabın miqdarı böyük, əzəmətlidir. Yəni, 1000-dən daha yuxarıdır. Və fikir versək, tacirlər biləndə ki, əllərində olan mal və ya satdıqları mal hər hansı bir yerdə, hər hansı bir məkanda və ya müəyyən bir vaxtda satıldıqda və ya müəyyən bir mövsümdə satıldıqda qat-qat daha çox qazanc əldə edilir. Yarısından daha çox və ya ondan da daha çox, yarısından da çox qazanc əldə edilir. Onlar çalışırlar o yerə can atsınlar. Bura isə axirət ticarətidir. Dünya ticarəti deyil. İnsan daha çox həris olmalıdır ki, orada olan qazancdan, hansı ki qat-qat artırılır, dedi ki 10 dəfə də yox, 100 dəfə də yox, 500 dəfə də yox, 600 dəfə də yox, əksinə 1000 və daha çox qazanc var orada. Sahibi üçün, orada ibadəti yerinə yetirən üçün insan can atmalıdır ora. Və bu məscid haqqında danışdıqda bir şeydə diqqət yetirmək lazımdır ki, bəzi məsələlər var, hansı ki bu məscidlə bağlıdır, onun üstündə dayanmalıyıq. Ən birinci, bu məsciddə namazın savabının artırılması hansı namazlara aid? Ona toxunmalıyıq. Və bilin ki, yəni orada qılınan namaz və savabının artırılması qəsd olunan namaz heç də təkcə fərz olan namazlara aid deyil. Və ya təkcə nafilə olan namazlara aid deyil. Əksinə hər ikisinə aid. Həm fərz namazlara, həm nafilə namazlara. Çünki sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, salatun namaz qeyri-müəyyənlikdədir. O deməkdir ki, bütün namazları artırır. Necə ki, məsəl üçün, sallallahu aleyhi və səlləm deyir ki, la salətə bə'dəl əsr. Əsrdən sonra namaz yoxdur. Salət sözü, namaz sözü qeyri-müəyyənlikdədir. Yəni, heç bir namaz yoxdur. Deyirlər ki, əgər qeyri-müəyyənlikdə gəlibsə söz və inkardadırsa, əhatə edir bütün namazlar. Eləcə də burada da qeyri-müəyyənlikdədir. Deməli, bütün namazlar, həm fərz, həm nafilə namazlar, aleyhissalam, hamısı 1000 namaz başqa məscidlərdə qılınan namazlardan daha əfsəldir, üstündür. İkinci məsələ hansı ki, diqqət etməliyik. Namazın savabının artırılması məsciddə heç də Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında olan məscidin ərazisinə əhatə eləmir. Təkcə Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında tikilmiş məscidin ərazisinə aid deyil. Əksinə, sonradan məscidə artırılmış hər bir əraziyə aid. Əgər elə olmasaydı, Raşidi xəlifələrin əməli möhtəbər sayılmazdı. Onlar nə ediblər? Raşidi xəlifələrdən Ömər ibn Xattab, eləcə də Osman ibn Əffan məscidi genişləndiriblər. Ömər radiyallahu anhunun, eləcə də Osman ibn Əffanın xilafətində məscid önə doğru artırılıb. Yəni səhvlər, qabaq səhvlər önə doğru artırılıb. İmamın durduğu yer və imamın arxasında duran birinci, ikinci
və digər səhvlər artırılıb önə doğru. Əgər o artırma orada fəzilət olmasaydı, onlar bunu eləməzdilər. Həmçinin eləcə də sonradan digər xəlifələrin zamanında məscidin artırılması. Ona görə onların bu əməlinə səhabələrdən etiraz gəlməyib. Etiraz eləməyiblər məscidin artırılmasına. Nə də deməyiblər ki, orada qılınan namaz fərqlidir. Köhnə məsciddə qılınan namazdan. Ona görə də namazın savabının artması məscidin, hal-hazırki məscidin hər yerinə aiddir. Həmçinin məscidlə bağlı toxunulması məsələlərdən biri də məsciddə Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində bir yer var ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oranı xüsusi vəsflə vəsf edib. Və deyib ki, o yer cənnət bağçasından bir bağçadır. Mə beynə beyti və minbəri ravdatun min riyadil cənnə. Evimlə minbərim arasındakı yer cənnət bağçasından bir bağçadır. Hədis səhihdir, İmam Buxari və Müslim rəvayət edib. Xüsusiləşdirib sallallahu aleyhi və səlləm bu vəsflə o yeri. Və bu da dəlalət edir ki, o yer seçilir. Fəziləti var. Ona görə nafilə ibadətləri orada yerinə yetirmək əfsəldir. Necə ki, alimlər deyiblər. Allah'a orada zikr etmək, Allah'ın kitabını oxumaq. Lakin bir şərtlə ki, başqalarına zərər vermədən və başqalarına da macal vermək şərti ilə ki, onlar da o yerdən istifadə etsinlər deyə. Amma qaldı ki, namazın savabının artırılması o məscidin hər yerinə aiddir. O cümlədən də ravdaya, yəni onunla məscidin digər yeri ilə fərqi savabın artırılmasında var, yox, xeyr, yoxdur. Amma fərz ibadət orada əfsəldir, yoxsa qabaq səhvlərdə şək yoxdur ki, fərz namazlar ön səhvlərdə daha əfsəldir. Ne üçün? Çünki sallallahu aleyhi və səlləm deyib ki, xeyru sufufur ricəli əvvəlühə. Kişilərin ən xeyirli səhvləri, yəni namazda durduqları səhv, sıra əvvəlidir. Və şərruhə əxiruhə. Ən şərlisi isə axırıncısıdır. Qadınlar üçün isə əksinə. Ən şərlisi əvvəli, ən xeyirlisi səhvlərin sonudur. Həmçinin deyib ki, sallallahu aleyhi və səlləm لَوْ يَعْلَمُ النَّاسِ مَا فِي النِّدَاءِ وَالصَّفُ الْأَوَّلِ. Əgər insanlar bilsəydilər ki, azanda və birinci səhvdə nə var, yəni nə savab var, ثُمَّ لَمْ يَجِدُ إِلَّا يَسْتَحِمُ عَلَيْهِ لَسْتَحَمُ عَلَيْهِ. Sonra ona görə o yerə çatmaq üçün qura çəkməkdən, yəni çubuq çəkib kim öndə olacaq, ondan başqa çıxış yolları qalmasaydı onu da edərdilər, deyir. Yəni, çöp çəkərdilər ki, kim birinci səhvdə olacaq, onu da edərdilər, əgər başqa çıxış yolları qalmasaydı. Və gəlib bəzi rəvayətlərdə ki, bilsəydilər nə fəzilət var, iməkləyərək ona gələrdilər. Yəni, birinci səfər can atardılar və azana görə can atardılar ki, məscidə tez gəlsinlər. Həmçinin toxunulması gərəkdirən məsələlərdən biri də məscidlə bağlı. Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi əgər dolarsa, yəni namaz qılanlarla dolarsa və kimsə gecikərsə, məscidin çölündə də qıla bilər. Yəni imama qoşularaq, çölündə də qıla bilər hər üç tərəfdən, sağdan, soldan və arxadan imama qoşulub namaza dura bilər. Lakin ön tərəfdən yox. Niyə? Çünki ön tərəfdən dursa imamdan qabağa keçmiş olur. Və imamdan qabağa keçsən namazda, namaz batildir, sayılmır. Lakin məscid dolubsa və insanlar çöldə dayanıblarsa, baxmayaraq səhvlər birləşir, səhvlər qırılmır. Onlara da 1000 namaz sayılır hər qıldıqları namaza görə, yoxsa yox? Səhih budur ki, sayılmır. Nə üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, salatun fi məscidi hədə. Mənim bu məscidimdə. Ona görə deməsi ki, mənim məscidimdə
Bu dəlildir ki, o artırma, o fəzilət məscidin içində olanlara aiddir, çölündə olanlara aid deyil. Hətta səhvlər birləşsə də, bu da nə göstərir bizə? Göstərir ki, məscidin içinə can atmağa rəğbətlənməliyik, əgər o fəziləti istəyir isə. Və məscid, yəni, istər birinci mərtəbəsi, istər ikinci mərtəbəsi məsciddəndir. Hər ikisində, yəni namaz artırılır. Həmçinin diqqət etməsi olan məsələlərdən biri də odur ki, bəzi insanlar onların dilində yayılan bir hədis var. Hansı ki, çalışırlar və can atırlar ki, o hədisə əməl etməyə çalışsın. Elə bilirlər ki, Peyğəmbər məscidində 40 namaz qılmaq üçün xüsusi fəzilət var. Və istinad etdiklərinə İmam Əhmədin Musnədində Ənəs ibn Məlikdən rəvayət etdiyi hədisdir. Hansı ki, deyir ki, və ya nisbət olunur Peyğəmbərə ki, güya deyib ki, kim mənim məscidimdə 40 namaz qılsa və namaz yəni gecikdirməsə, namaza çatsa, onun üçün cəhənnəmdən xilas yazılar. Və həmçinin də əzabdan nicat yazılar və nifaqdan, yəni münafiqlikdən qorunar, nicat yazılar ona. Və hədis də zəifdir. Hədis zəifdir. Əksinə sabit olan hədis var, hansı ki, Şeyx Albani həsənləşdirib. O, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə xas deyil. Bütün məscidlərə xasdır. Kim imamla təkbiratul ehramı gecikdirmədən, yəni təkbiratul ehrama çataraq, yəni birinci təkbirə çataraq imamla birgə 40 gün namaz qılarsa, bu fəzilətə nail olar, hansı məsciddə olursa olsun. Cəhənnəmdən qorunar, əzabdan qorunar, həmçinin münafiqlikdən qorunar. Amma ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə xas edib 40 namazı orada qılmaq və ya 8 gün dalbadal orada namaz qılmaq kimi insanların bəzilərinin adət etdiyi sünnədə öz əksini tapmayıb, əksinə zəif rəvayətdir. Həmçinin diqqət edilməsi məsələlərdən də biri də budur ki, əksər müsəlmanlar elə zənn edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi onlar üçün dəlildir ki, yeryüzünün harasında olursa olsun, hər hansı bir məscidi olursa olsun, orada məscidin içərisinə qəbir daxil etmə icazəlidir. Əksinə bu səhvdir. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin üzərində məscid tikməyi qadağan edib, eləcə də məscidləri qəbirsanlığa çevirməyi qadağan edib və gətirdikləri dəlil ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbri məscidin içərisindədir. Ona cavab olaraq İslam alimləri deyiblər ki, birincisi Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə dəfn olunmuyub. Peyğəmbər sallallahu aleyhi və səlləm dəfn olub Ayşə radiyallahu anhanın evində. Fikir versək, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə, məscidi tikəndən sonra qadınlarının evlərini, daha doğrusu otaqlarını məscidin ətrafında tikib. Məscidə yaxın yerdə tikib. Və ölüm ayağında olanda da qadınlarının izin istəyib Ayşə radiyallahu anhanın evində xəstəliyini keçirməyə. Və orada da vəfat edib. Ona görə vəfat edəndə səhabələr ixtilaf edirlər, harada dəfn etsinlər deyə onu. Və Əbu Bakr radiyallahu anhu deyir ki, eşitdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, Peyğəmbərlər harada ölür, orada dəfn olunur. Ona görə də onu Ayşə radiyallahu anhanın evində dəfn ediblər. Və fikir versək, Raşidi xəlifələrin zamanına, eləcə də Raşidi xəlifələrdən sonra Muaviyyənin zamanına qədər Ayşə radiyallahu anhın evi məscidə daxil edilməyib. Məscidə daxil edilməyib.
Nə zaman daxil olub o ev məscidə? Marvan İbni Həkəmin xilafətində. Marvan İbni Bəni Umeyyənin xilafəti dövründə məscid genişləndirilib və elə olub ki, Ayşə radiyallahu anh'ın evi və içində də Peyğəmbər s.ə.v-in, eləcə də iki səhabəsinin qəbri məscidin ərazisinə düşüb, daxil edilib. Amma baxsaq, Marvan İbni Həkəmin etdiyi ilə müqayisə etsək Peyğəmbər s.ə.v-in sözünü, görək ki, Peyğəmbər s.ə.v-in sözü daha üstündür nəinki Marvan İbni Həkəmin xilafətində edilən əməl. Ona görə bəzi alimlər hətta müasir dövrdə deyirdilər ki, əgər çıxarmaq mümkündürsə evi məsciddən, o daha əfsəldir. Lakin bəzi alimlər deyib ki, yəni belə olmağı səbəbdir ki, insanlar qəbri tavaf etməsin və Peyğəmbər s.ə.v-in və Ayşənin evi şirk etmək üçün mənbəyə çevrilməsin. Lakin Peyğəmbər s.ə.v-in sözünə baxsaq, görək ki, Peyğəmbər s.ə.v sərt bir şəkildə məscidlərə qəbrin daxil edilməsini və məscidlər, qəbir üzərində məscidin tikilməsini qadağan edib. Cundub ibn Abdillah Əl-Bəcəli radiyallahu anhu deyir ki, Peyğəmbər s.ə.v ölməmişdən 5 gecə qabaq eşitdiyini danışırdı ki, eşitdim ki, Peyğəmbər s.ə.v ölməmişdən 5 gecə qabaq deyirdi ki, İnni əbrahu ilallah ən yəkuna li minkum xalil. Mən Allaha sığınıram, sizlərdən birindən kiminsə və ya kimisə mən özümə xəlil götürməkdən, yəni sevimli götürməkdən Allaha sığınıram. Fə inna Allah ittəxədəni xalilə. Həqiqətən Allah da məni özünə xəlil götürüb. Yəni, məni özünə istəkli, sevimli edib. Kəmə ittəxədə İbrahimə xalilə. Necə ki, İbrahimi özünə xəlil götürmüşdü, yəni sevimli götürmüşdü. Yəni, Allah da seçib onu özü üçün. Necə ki, İbrahimi seçib özünə istəkli edib, onu da özünə istəkli edib. Sonra deyir ki, وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّةِ خَلِيلًا لَتَّخَذْتُ أَبَا بَكْرَ خَلِيلًا. Əgər ümmətimdən kimisə özümə xəlil götürsəydim, yəni istəkli götürsəydim, onda Əbu Bəkr özümə xəlil götürərdim. Sonra deyir ki, Ələ və innə mən kənə qabləkum. Deyir ki, bilin, agah olun ki, sizdən qabaq kim var idisə, kənu yəttəxidunə qubur ənbiyəyihim və salihihim məsəcid. Onlar öz peyğəmbərlərinin və salihlərin qəbirlərini məscidlərə çevirirdilər. Ələ fələ təttəxidul qubura məsəcid. Bilin və agah olun ki, qəbirləri məscid götürməyin. Fə inni ənhəkum ən dərik. Mən sizə bunu qadağan edirəm. Və hədis də səhih İmam Müslimin əsərindədir, səhiyindədir. Əksinə, Peyğəmbər s.ə.v ömrünün ən son anında ölümün acılarını dadan bir vaxtda qadağan edib qəbirləri məscid etməyi. Ayşə radiyallahu anhə, eləcə də İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər s.ə.v ağırlaşdığı bir ərəfədə üzünə bir əski parçasını qoyurdu. Elə ki, biraz özünə gəlirdi, o parçanı üzündən çəkirdi və deyirdi ki, La'anallahu aləl-yəhudi və nəsara. Allahın lənəti olsun Yəhudi və Nəsranilərə. Niyə? İttəxədu qubur ənbiyəyihim məsəcid. Peyğəmbərlərinin qəbrini məscidlərə çevirdilər. Deyir ki, Rabi yuhəddiru mə səna'u. Onların etdiyindən çəkindirirdi. Onların etdiyi əməldən çəkindirirdi. Bu hədislər Ayşə radiyallahu anhadan, İbn Abbasdan, eləcə də Cundub radiyallahu anhudan möhkəm hədislərdir. Yəni, nəsx olunmuyub, hökmü düşməyib, heç bir halda. Və Cundubun hədisi Peyğəmbər s.ə.v ölümünə bir neçə gün qalmışdı. Ayşə radiyallahu anhanın, İbn Abbasın hədisləri Peyğəmbər s.ə.v-in ölümünün son anlarıdır. Nasıl ki, qadağan edir, müsəlmanlara istər fərd olsun, istər cəmaat olsunlar, qəbirləri məscidlərə çevirməməyi, qəbirlər üzərində məscid tikməməyi. O hədislər səhihdir və möhkəm hədislərdir, nəsx olunmuyub
dəyişdirmək olmaz onları. Ona görə hər hansı bir xəlifənin etdiyi əmələ qarşı-qarşıya qoymaq olmaz onu ki, o dəlil kimi gətirib başqa yerlərdə də məscidlərdə qəbir salmaq və ya qəbirlər üzərində məscid tikmək icazəli deyil. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi ilə bağlı məsələləri. Amma o ki, qaldı Quba məscidi. Hansı ki, Mədinəyə gəldikdə ziyarət olunan yerlərdən biri də Quba məscididir. Hansı ki, ikinci məsciddir İslamda. Hansı ki, şəni, fəziləti əzəmətlidir və Mədinə şəhərində yerləşir və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə ilk olaraq Quba deyilən yerdə qalıb, rəvayətlər fərqli olsa da günlərin sayında və orada bu məscidi tikib. Və ilk məsciddir ki, hansı ki, təqva üzərində qurulub ilk günündən. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin həm sözündən, həm əməlindən bu məscidin fəzilətinə dair hədislər gəlib bizə. Amma əməlindən gəlib ki, Abdullah ibn Ömərdən, radiyallahu anhudan, Peyğəmbər sallallahu aleyhi və səlləm hər 6-cı gün Quba məscidinə gəlirdi. Bəzən minikdə, bəzən piyada orada 2 rükət namaz qılırdı. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin feilidir. Nasıl İmam Buxari və Muslim nəql edib bizə. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin sözündən gəlib Səbit rahiməhullah Səhl ibn Huneyfdən nəql edir bizə radiyallahu anhudan. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Mən tatahhara fi beytihi. Kim evində dəstəmaz alarsa, thumma ətə məscidən, thumma ətə məscidə Quba, sonra Quba məscidinə gələrsə, deməli, şərt nədir? Evdə dəstəmaz almalısın və ya oteldə. Sonra məscidə gələrsə Quba məscidinə, fəsallə fihi salətən, orada namaz qılarsa, ki, dedik ki, salətən, yəni hər hansı bir namaz, fərq etmir, nafilə və ya fərz. Kənə ləhu əcrə umra, ona ümrə savabı yazılır. Lakin şərt nədir? Evində dəstəmaz alsın və Quba məscidinə gəlsin. Və gəlib başqa bir rəvayətdə fəsallə fihi salətən, Peyğəmbər s.ə.v deyir ki, ya piyada, ya minikdə, fərq eləmir. İstər piyada gəlsin, istər minikdə. Baxmayaraq sallallahu aleyhi və səlləm 6-cı gün gəlib çox vaxt. Amma insan 6-cı gündən başqa vaxtda getsə o savaba nail olur. Bu hədisə görə, Səhl ibn Huneyfin hədisinə görə bəli. Bir şərtlə ki, yəni evində dəstəmaz alarsa və orada namaz qılarsa, istər 2 rükət, istər fərz namazının hər hansı birini və istər hansısa nafilə namazı. Çünki deyir ki, fəsallə fihi salətən, orada namaz qılarsa, şamil edilir həm fərz namazına, həm nafilə namazına. Amma qaldı ki, Mədinədə olan digər məscidlər, hansı ki, bəzi insanlar oranın fəziləti üçün və fəzilətli olduğunu iddia edib ora ziyarət kimi gedirlər. O haqda sünnədə heç bir şey gəlməyib. Mədinə ziyarətləri ilə bağlı olan bidətlərə toxunanda toxunacaq ki, bəzi məscidlər hansı ki, zəvvarlar gedir ora, qəsd edərək ki, oradanın fəziləti var xüsusi və ya hər hansı bir hadisə baş verib. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında orada deyirik ki, ona sünnədə bu 2 məsciddən başqa Mədinədə ziyarət ediləcək başqa məscid yoxdur. Və sünnədə sabit olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləmdən bizə çatardı. Qaldı ki, Mədinədə sakin olanlar hansı ədəbdə olmalıdır, eləcə də Mədinədə ziyarət ediləcək digər 3 yer, onu inşallah gələn dərsimizə saxlayırıq. Allah Teala bizi eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim.